Salam əziz şagirdlər, dəyərli biologiya həvəskarları, kanalımızın abunəçiləri və ümumiyyətlə bütün biologiya sevənlər. Bugünkü videomuz təbii ki, olimpiadaçılara həsr olunub, çünki 18 yanvar 2026-cı il tarixdə bildiyiniz kimi Respublika Fənn Olimpiadalarının rayon şəhər turu keçirilib və indi həmin turda istifadə olunan sualları sizinlə izah etməyə, daha doğrusu birlikdə müzakirə etməyə çalışaq. İlk olaraq 8-ci siniflərdən başlayacağım, çünki 8-ci siniflər ilk dəfədə iştirak edilən müsabiqədə və onlar təbii ki, digərlərinə nisbətən daha çox həyəcanlıdırlar. Ola bilsin ki, bəlkə başqa kanallarda artıq izahlar paylaşıb, amma bizim də kanalımızda qoyun sualların izahı olsun. Demək belə, birinci sualımız belədir. Aşağıdakı şəkildə enzimin fəaliyyət modeli verilmişdir. Bu model haqqında verilmiş bəndlərdən hansı səhvdir? İlk öncə nəyə baxır uşaqlar? Gördüyünüz kimi birincisi nədir? Birincisində ayrıca enzimdir və substratı görə bilirsiniz uşaqlar və ikincidə gördüyünüz kimi enzim, substrat nəyə yaranmışdır? Kompleksi yaranmışdır. Üçüncüdə isə artıq nə yaranıb? Üçüncüdə isə məhsul yaranmışdır. Və bizdən soruşur ki, hansı səhvdir enzim haqqında, yəni bu model haqqında hansı fikir səhvdir? 8-ci sinifin məlumatlarına əsasən bunu rahatlıqla cavablandırmaq olar uşaqlar. Enzim və substrat arasında quruluş uyğunluğu vardır. Bu da enzimi reaksiyaya və ya substrata spesifik edir. Bu ifadə tamamilə doğrudur. Biz sizinlə bilirik ki, enzimlə substrat bir-birinə puzzle kimi uyğundurlar və burada da gördüyünüz kimi əgər enzim substrat kompleksi əmələ gəlibsə, nəticədə məhsul da yaranıbsa, deməli həqiqətən də enzimlə substrat arasında quruluş uyğunluğu vardır və reaksiyada baş vermişdir. B variantına baxaq. Enzim fəaliyyəti boyunca öz fəza quruluşunu, yəni xarici quruluşunu dəyişmir ifadəsi burada nə olacaq uşaqlar? Yanlış olacaq. Çünki gördüyünüz kimi o fəza quruluşunu nədi? Xarici quruluşunu dəyişdi. Burada enzim substrat kompleksini yaradarkən onun quruluşu artıq nəmiş oldu? Dəyişmiş oldu. Deməli ona görə B variantı burada yanlışdır. Bizə də yanlış cavab tapmaq lazım idi. Reaksiya bitdikdən sonra enzim dəyişikliyə uğramadan məhsuldan ayrılır. Reaksiya bitdikdən sonraki vəziyyəti görə bilərsiniz uşaqlar. Gördüyünüz kimi o heç bir dəyişikliyə uğramır. Yəni onun kimyəvi tərkibində, onun miqdarında və s. heç bir dəyişiklik baş vermir. Şəkildə göstərilən reaksiya sintez reaksiyasıdır. Bu da doğrudur uşaqlar. Gördüyünüz kimi iki müxtəlif A və B substratları var idi. Onlar enzim substrat kompleksində bir-birlə birləşdilər və nəticədə ikisinin birləşməsindən yaranmış bir məhsul ortalığa çıxdı. Enzimlər ölçülərinə görə adətən öz substratlarından böyük olurlar. Təbii ki, bu da doğru olmalı uşaqlar. Çünki enzim bəzən bir neçə substratı bir-birlə birləşdirmək məcburiyyətinə qala bilər ki, təbii ki, onun deməli ölçüsü substratın ölçüsündən daha böyük olmalıdır. Keçək deməli ikinci suala. İkinci sualda deyir ki, bitkilərdə qeyri-cinsi və cinsi çoxalmanı müqayisə etdiyimiz zaman görürük ki, onların hərəsinin özünə aid üstünlükləri vardır. Aşağıda verilmiş fikirlərdən hansı cinsi çoxalmanın qeyri-cinsi çoxalma üzərində üstünlüyü sayılmır? Baxaq, əmələ gələn nəslin uzun müddətli əlverişsiz şəraiti keçirmək üçün xüsusi uyğunlaşmaların olması, biz bildiyimiz kimi uşaqlar, cinsi çoxalma zamanı iki valideyn bir-biri ilə demək də iki valideyn daha doğrusu genləri bir-birilə qarışır və nəticədə nə olur? Orqanizm yeni xüsusiyyətlər qazanır ki, bu da uzun müddətli əlverişsiz şərait keçirmək üçün uyğunlaşmalarından biri də bunlardan, bu xüsusiyyətlərdən biridir və deməli bu üstünlük sayılacaq. Əmələ gələn nəsil valideynlərlə tamamilə eyni genetik xüsusiyyətlərə malik olmadığı üçün yeni şəraitə uyğunlaşma ehtimalının daha çox olması təbii ki, bu da nə olacaq uşaqlar? Üstünlük olacaq. Əmələ gələn nəslin sağ qalma və yeni bitkiyə başlanğıc verə bilmə ehtimalının daha az olması, baxın burada az ifadəsinə baxış olar. Az olması təbii ki, üstünlük sayılmayacaq. Ona görə biz sizinlə burada cavab C-ni seçirik. Əmələ gələn nəslin daha çox və uzaq ərazilərə yayılma ehtimalının çox olması, əmələ gələn nəslin yeni şəraitdə rəqabətə davamlı ola bilmə ehtimalının da daha çox olması, bu da təbii ki, nə olacaq uşaqlar? Bu da deməli doğru olacaq. Və ona görə də əslində bu sualın cavabını tapmaq üçün heç çox da düşünməyə ehtiyac yox idi. Elə bir dənə az ifadəsinə görə tapmaq olardı. Ümumiyyətlə suallar haqqında fikrimi onu deyim ki, mən sualları çox bəyəndim uşaqlar. Yəni düşündürücü, dərslik məlumatlarından istifadə edərək cavablandıra biləcəyiniz suallardır. Sadəcə bir dənə iki dənə sual var ki, orada biraz daha çox düşünmək və əlavə biraz da bəlkə də məlumatlar əldə etmək lazım olacaq. Heyvanlarda bədən örtüklərinin bir sıra xüsusiyyətləri verilmişdir. Hansı xüsusiyyət yalnız quru heyvanlarına xasdır? Bədənə xarici parazit və xəstəlik törədicilərinin daxil olmasının qarşısının alınması, istər suda, istərsə də quru mühitində yaşayan istənilən bir canlının bədən örtüyünün əsas xüsusiyyətidir. Bu bədən örtüyü nə cür olur olsun.
Mühitlə bədən arasındakı su-duz balansının tənzimlənməsi, bu da təbii ki, bədən örtüyünün əsas xüsusiyyətlərindən, daha doğrusu əsas funksiyalarından biri olacaq. Yəni bədəndən suyun xaric olunması, bədənə duzların daxil və s. bütün bunların hamısının qarşısının alınması, nəyi necə qəbul edəcək, necə xaric edəcək, bütün bunların hamısında deməli mübadilə proseslərində iştirak etdiyi və bəzi hallarda onu belə deyək də tənzimlədiyi üçün təbii ki, su-duz balansının tənzimlənməsində iştirak edəcək. Həm də bədən örtüyündən danışarkən biz sizinlə bunu qeyd etmişik inşallah. Bədənin mexaniki zədələrdən müdafiəsi, bu da əlbəttə ki, örtüyə aid olacaq. Buxarlanma ilə, daha doğrusu bütün mühitlərdə yaşayanlara aid olacaq. Buxarlanma ilə bədəndən su itkisinin qarşısının alınması isə inşallah yalnız nəyə aiddir? Yalnız quruda yaşayan canlılara aiddir. Çünki suda ümumiyyətlə biz buxarlanmadan danışmırıq inşallah. Mühitlə qazlar mübadiləsinin həyata keçirilməsi, bu da təbii ki, deməli, həm su mühitində, həm də quru mühitində yaşayan canlılara aid ola bilər. Məsələn, su mühitində götürün hidranı və ya da ki, amoebi götürün inşallah. Eyni zamanda quru mühitində, məsələn, qurbağanı götürün, qazlar mübadiləsinin həyata keçirilməsi hər iki mühitdə baş verə bilər. Növbəti sualımız da maraqlı sualdır. Daha doğrusu o qədər də çətinlik çəkməyəcəyiniz bir sual inşallah. Dalğıc böcəkləri əsasən göl və kiçik su hövzələri kimi şirin sularda yaşayan, tam şəkildə su həyat tərzinə uyğunlaşmış həşəratlardır. Onlar aktiv yırtıcılardır və suda yaşayan xırda onurğasızlarla, sürfələrlə və digər kiçik canlılarla qidalanırlar. Nəfəs almaq üçün vaxtaşırı suyun səthinə qalxaraq qanad örtüklərinin altında hava toplayırlar və bu hava onlara uzun müddət su altında qalmağa imkan verir. Gördüyünüz kimi inşallah bu sual sizə həm də çox gözəl bir məlumat da vermiş olum. Axıcı bədən quruluşu və üzməyə uyğunlaşmış güclü arxa ayaqları sayəsində suda sürətlə hərəkət edir və ovlarını asanlıqla tutur. Ümumilikdə dalğıc böcəklərinin həyat tərzi suya dalma, suda qidalanma və üzmə qabiliyyətləri ilə sıx bağlıdır. Aşağıdakı şəkildə müxtəlif həşəratlarda rast gəlinən müxtəlif ayaq tipləridir. Bu ayaq tiplərindən hansı dalğıc böcəklərinin əksəriyyətinin sonuncu döş ayaqlarına uyğundur? Biz sizinlə burada uşaqlar heç düşünmədən A variantını seçirik. Çünki burada gördüyünüz kimi ayaq nəyə oxşayır uşaqlar? Ayaq sanki belə deyək də su itiləri, nə bilim delfinlərin və s. kürəyə çevrilmiş ayaqlarına bənzəyir. Digərlərində isə uşaqlar gördüyünüz kimi quru həyat tərzinə uyğunlaşmış ayaqlardır. Baxın, məsələn, burada tükcüklü ayaqları görürsünüz. Uşaqlar, yəni belə deyək, məsələn, arıların ayaqları ola bilər bu, özünün tozcuğu yapışdırmaq üçün. Burada siz məsələn yürüyücü ayaqları görə bilərsiniz. Burada deməli belə deyək də birində yürüyücü, birində tullandırıcı ayaqları, burada D variantında qazıcı ayaqları görə bilərsiniz ki, bunlar artıq üzməyə xidmət edən ayaqlar deyildir. Burada isə bizə lazımdır üzməyə xidmət edən ayaqlar olsun. Belə, deməli, 5-ci suala baxaq. 5-ci suala yeni keçmişsiniz inşallah bu mövzunu. Ona görə düşünürəm ki, sizin burada heç bir çətinliyiniz olmamalıydı. Aşağıdakı qrafikdə ağciyərin həcminin dəyişməsi göstərilmişdir. Sual bir qədər kiçildim mən və ümumilikdə baxaq. Deyir ki, verilmiş bəndlərdən hansı tənəffüs havasının həcminə uyğun deyil? Tənəffüs havası burada nə olacaq uşaqlar? Tənəffüs havası burada deməli D olacaq. Bu tənəffüs havası nə qədərdir? 2500-dən 3000-ə qədər, daha doğrusu belə deyək də 2500-dən 3000-ə qədər ola 500 kub santimetr tutaq ki, ola bilər. Amma bu həcm bizə o qədər də vacib deyil. İnşallah əsas bizdə burada xətlərə baxacaq. Demək belə, bizdən nə soruşur? Deyir ki, verilmiş bəndlərdən hansı tənəffüs havasının həcminə uyğun deyil? Baxaq. A variantında nə göstərir? Y bizdə nədir uşaqlar? Y bizdə ümumi nədir? Ümumi tutumdur gördüyünüz kimi. Y minus A burada nədir uşaqlar? A burada deməli əlavə havadır gördüyünüz kimi. C isə nədir? C isə deməli qalıq hava ilə ehtiyat havanın nə idi? Ehtiyat havanın cəmidir. İndi baxırıq uşaqlar. Deməli biz sizinlə Y'dən A plus C-ni çıxsaq, Y burada ümumi olaraq budur. Deməli A plus C bura qədər gəldi. Əlavə havada A da bura qədər gəldi uşaqlar və biz bunu çıxsaq, təbii ki, yerdə nə qalacaq? Təbii ki, yerdə deməli tənəffüs havası qalacaqdır. Və ona görə də deməli A variantını burada seçmirik. D ümumiyyətlə özü konkret olaraq nədir uşaqlar? D konkret olaraq tənəffüs havasının özüdür və C-yə baxaq. F minus C.
F bizdə nədir uşaqlar? F bizdə ağciyərin tutum potensialıdır bildiyiniz kimi. Yəni o deməli əlavə hava ilə tənəffüs havasını birgə götürür uşaqlar. Amma ondan nəyi çıxırıq? C-ni çıxsaq, qalıq havanı çıxsa, təbii ki, biz deməli tənəffüs havasını tapa bilmərik. Çünki tənəffüs potensialında belə deyək də əlavə havadan qalıq havanı çıxarkən burada belə deyək məsələn, tutaq ki, burada 2500-dən 5000, 6000-ə qədərdirsə, tutaq ki, yəni hardasa 4500-isə, 4500-dən biz nə qədər çıxmalıyıq uşaqlar? 4500-dən biz çıxmalıyıq hardasa belə deyək də 4000-ə çıxmalıyıq ki, yerdə 500 qalsın, deməli, belə deyək də tənəffüs havası. Burada isə gördüyünüz kimi C nə qədərdir? C cəmisi 1200-dür. 4500-dən də 1200 çıxdı da, təbii ki, o havanı biz ala bilmirik inşallah. Ona görə də bu variant təbii ki, doğru olmayacaq. F-A-ya baxırıq. Ümumi belə deyək də tənəffüs potensialından əlavə havanın çıxmaqla yeni də tənəffüs havasını tapa bilirik. Deməli, qalıq hava üstəgəl B, üstəgəl minus C, qalıq hava üstəgəl deməli B, minus buradan da C-ni çıxsa, təbii ki, yenidə nəyi tapa bilərik? Tənəffüs havasını tapa bilərik. Ona görə də cavabımız olacaq C variantı. Keçək növbəti 6-cı suala uşaqlar və mən bunu bir qədər yenə də böyüdüm. Nə deyir burada bizə? Deyir ki, bəzi onurğalı siniflərinin aşağıdakı ağciyərləri verilmişdir və şəkildə verilmişdir və bizdən soruşur ki, hansı orqanizmdə mühitlə qazlar mübadiləsinin əhəmiyyətli bir hissəsi başqa bir orqanla həyata keçirilir. Biz də sizinlə bilirik ki, onurğaların içərisində qurbağalardan, yəni suda qurda yaşayanlardan və ya da ki, amfibilərdən danışarkən biz sizinlə həm ağciyər tənəffüsü, amma daha çox nədən danışmışıq? Dəri tənəffüsündən danışmışıq. Qurbağaların da ağciyərləri çox sadə quruluşludur, büküşsüz və s. bir quruluşa malikdir, kiçik ölçülüdür və ona görə burada sizinlə A-nı seçirik. Bu da hara düşür? Bu da D variantına uyğun gəlir. Növbəti sualımıza baxaq. Növbəti sualda deyir ki, su çox saylı molekulları həll edə bilir. Bioloji mühitlərin əksəriyyəti demək olar ki, su məhluludur. Bir çox iri molekullar tərkibindəki xüsusi qruplara görə, bu hansı qruplardır uşaqlar? Gəlin yadımıza salaq. Polyar qruplardan danışmışdıq. Yadınızdadırsa biz sizinlə su polyar molekuldur və polyar molekullar suda yaxşı həll olur ifadəsini 8-ci sinifdə işlətmişik. Yəni əslində siz o mövzunu oxumusunuzsa bu sualı cavablandırmalısınız uşaqlar. Polyar molekullar və qeyri-polyar molekullar haqqında ayrıca videomuz var kanalımızda. İstəsəniz oradan da yeni məlumatlar əldə edə bilərsiniz. Deməlidir ki, bir çox iri molekullar tərkibindəki xüsusi qruplara görə su ilə qarşılıqlı təsirə girərək suda həll ola bilir. Aşağıda bir neçə üzv birləşmənin kimyəvi quruluşu verilmişdir. Verilmiş birləşmələrdən hansı suda daha pis həll olacaqdır? Baxırıq uşaqlar, burada biz sizinlə nə öyrənmişik? Glukozanın molekuluna yadınıza salsaz, OH qrupları nə idi uşaqlar? OH qrupları polyar qruplar idi. Eyni zamanda siz belə deyək də polyar molekullar haqqında məlumatlardan bilə bilərsiniz ki, burada məsələn tutaq ki, NH2 qrupu da polyar qrup olacaq. Buradakı karboksil qrupundakı OH da polyar olacaq. Deməli, baxın bu nə idi uşaqlar? Bu glukozadır. Glukoza bilirsiniz ki, monosaxariddir. Polyar qruplar olduğuna görə suda yaxşı həll olur. Bu bir amin turşudur. Amin turşuda yenə də polyar qruplar olduğuna görə suda yaxşı həll olacaq. Bu nə oldu? Bu amin turşu oldu uşaqlar. Bu isə disaxariddir uşaqlar. Disaxariddə də gördüyünüz kimi çoxlu miqdarda polyar qruplar var. Bu da nə olacaq? Bu da suda yaxşı həll olacaq. Biz sizinlə disaxaridlərin də suda yaxşı həll olduğunu bildik. Məsələn, evimizdə işlətdiyimiz, məişətdə işlətdiyimiz saxarozanı götürə bilərsiniz. Burada isə gliserini görürsünüz uşaqlar. Gliserin nəyin tərkibindədir? Gliserin yağların tərkibində idi. Gördüyünüz kimi burada nə vardır? Yəni də polyar qruplar vardır. Ona görə də suda yaxşı həll olacaq. Bu isə nədir uşaqlar? Bu isə bir lipiddir. Bu lipid, məsələn, burada xolesterola uyğun gəlir uşaqlar. Xolesterolun bu quruluşudur. Bu xolesterolun tərkibində yenə gördüyünüz kimi bir polyar qrup var. Amma ümumilikdə karbon zəncirində polyar qrup olmadığına görə və zəncir daha böyük olduğuna görə ona bir dənə bax bu polyar qrup ona su molekullarının təsir etməsi üçün heç nə eləyə bilmir uşaqlar. Yəni gücü çatmır ki, su molekullarını qəbul edib belə deyək də o lipidi özündə həll etsin. Ona görə biz sizinlə burada C variantını seçirik. Keçək deməli növbəti suala 8-ci suala keçirik uşaqlar.
Mən niyə bunu çox yuxarı aşağı saldım? Demək belə. 8-ci sualda deyir ki, insan orqanizmi vahid hüceyrədən, yəni ziqotdan inkişaf etdiyi halda müxtəlif quruluşlu hüceyrələrə malikdir. Bu hüceyrələr funksiyalarına görə bir-birindən fərqlənirlər. Bu hüceyrələrlə bağlı verilmiş ifadələrdən hansı və yaxud da ki, hansılar yanlışdır? Birincisi belədir uşaqlar. Deməli, bu hüceyrələr orqanizmin inkişafı zamanı hüceyrə ixtisaslaşması nəticəsində əmələ gəlir. Bu ifadə doğru olacaq uşaqlar. Yadınızdadırsa biz sizinlə 7-ci sinifdə kök hüceyrələrdən danışmışıq. Kök hüceyrələr bildiyimiz kimi bədənimizdəki xüsusi hüceyrə qruplardır ki, onlar nə edirlər? Onlar mitoz bölünmə keçirdilər və həmin o mitoz bölünmə zamanı bizim bədən hüceyrələrimiz əmələ gəlir və bunlar daha sonra nə edirlər? İxtisaslaşırlar. Deməli, birinci variant burada doğru olacaq. Bizdən yanlışı soruşduğuna görə bunu götürmürük. Sağlam bir orqanizmin hüceyrələrinin hər birinin cinsi hüceyrələr istisna olmaqla inkişaflarının əvvəlində 46 xromosom olur. İfadəsi doğru olacaq uşaqlar. Çünki ziqotdan inkişaf edib ziqotun 46 xromosom var. Söhbət insan orqanizmindən gedir uşaqlar. İnsanda da bildiyiniz kimi 46 xromosom vardır. Hətta ilkin cinsiyyət hüceyrələrinin özlərində belə 46 xromosom olur uşaqlar. Daha sonra cinsi hüceyrələr, yəni qametlər formalaşarkən meyoz bölünmə baş verir və 46 xromosom yarıya düşür. Həmçinin deyə bilərsiniz eritrositlər də yetkin halda nüvələrini itirdiyinə görə deməli inkişaflarının əvvəlində onların da 46 xromosom olur. Ona görə də burada ikincidə nə olacaq? Doğru olacaq. Eyni orqanizmin müxtəlif funksiya yerinə yetirən hüceyrələrinin zülal tərkibi eynidir ifadəsi yanlışdır uşaqlar. Çünki orqanizmimizdə BDT baş verən əksər prosesləri, əksər funksiyaları məhz zülallar yerinə yetirir. Məsələn uşaqlar, əzələ BDT hüceyrəsinin zülalı ilə təbii ki, sinir hüceyrəsinin zülalı bir olmayacaq və yaxud da ki, əzələ hüceyrəsinin zülalı ilə digər hər hansı bir hüceyrəni götürün. Məsələn, qaraciyər hüceyrəsini götürün, mədə-altı vəzi hüceyrəsini götürün. Onların zülal tərkibi təbii ki, eyni olmayacaq. Ona görə də siz burada deməli üçüncünü götürə bilərsiniz. Hüceyrə ixtisaslaşması zamanı bəzi hüceyrələr yeni quruluş və ya hissələr qazandığı halda, məsələn, nə qazana bilər? Məsələn, kirpicik qazana bilər, məsələn, qamçı qazana bilər və s. kimi hissəciklər nə edə bilər? Qazana bilər. Digər hüceyrələr hər hansı bir quruluş və ya hissəsini itirə bilər. Məsələn, eritrositlər götürsəz, nəyini itirdi uşaqlar? Nüvəsini itirdi, mitokondrisini itirdi, ribosomunu itirdi. Gördüyünüz kimi müəyyən bir quruluş və ya da ki, hissəsini itirə bilər. Deməli, bu variantda doğru olacaq, onu da götürmürük. Hüceyrə ixtisaslaşması yalnız heyvan orqanizmində baş verə bilər. İfadəsi təbii ki, nə olacaq uşaqlar? Yanlış olacaq. Məsələn, bitkilərin bilirsiniz ki, çox müxtəlif nələr vardır? Hüceyrələr və toxumaları vardır. Deməli, onlarda da hüceyrə ixtisaslaşması baş vermişdir. Ona görə də burada sizinlə B variantını seçirik. Üçüncünü və beşincini seçirik. Keçək 9-cu suala. Bu maraqlı bir sualdır uşaqlar. Bu sualın üzərində yəqin ki, düşünməli olacaqsınız. Çünki burada bir qədər sizə tanış olan və olmayan, belə deyək də, məlumatlar ola bilər. Amma cavablandıra biləcəyiniz bir sualdır. Yəni, əslində biraz düşünsəniz, cavablandırmaq olar uşaqlar. Beləliklə deyir ki, bitki köklərində mineralların soyulma mexanizmi göstərilmişdir. Sxemi yaxşıca analiz edin. Sxemi yaxşıca analiz etsək, burada nə görəcəyik uşaqlar? Bunu böyüdüm, görüm. Aha. Biraz da aşağı salaq. Nədir uşaqlar? Deyir ki, aşağıda bəzi mülahizələr verilmişdir. Bu mülahizələrdən hansı və ya hansıları düzgündür? Birincisi, kök tənəffüsü torpaq mühitinə hidrogen iyonları buraxıldığı üçün kök tənəffüsü zamanı yəqin ki, torpaq mühitinə hidrogen iyonları buraxıldığı üçün torpaq turşuluğu azalır. Burada azalır ifadəsi nə olacaq uşaqlar? Yanlış olacaq. Həqiqətən hidrogen iyonları buraxılırmı? Bəli, gördüyünüz kimi kök tənəffüsü zamanı deməli, karbon qazı əmələ gətirir əmici tel. Həmin əmici tel nə edir? Daha doğrusu karbon qazı hara çıxır? Karbon qazı gördüyünüz kimi əmici teli tərk edir və torpaq hissəciklərinin arasına daxil olur və gördüyünüz kimi o burada su mühitində, baxın uşaqlar suyu görürsünüz. Suda su ilə nə edir? Su ilə birləşir. Yəni suda həll olur. Suda birləşir, su ilə birləşir gördüyünüz kimi. Bikarbonat əmələ gəldi. Bikarbonat da davamsız birləşmə olduğuna görə hidrokarbonat anionu, yəni mənfi yüklü iyonu və hidrogen deməli iyonları, kationları əmələ gəldi gördüyünüz kimi. Deməli bu doğrudur. Amma turşuluq azaldı mı? Yox uşaqlar. pH nədir? Adlı videomuzdan siz turşuluğun turş və qələb mühitləri haqqında məlumatları öyrənə bilərsiniz uşaqlar. Deməli, hidrogen protonları, ümumiyyətlə hidrogen protonları nə edir uşaqlar? Hidrogen protonları turşuluğu artırır
pH isə neyini uşaqlar? pH isə azaldır. pH-ın azalması, yəni 7-dən aşağı düşməsi bu turşuluğun artması deməkdir. Ona görə də burada deməli bu ifadə nə olacaq? Bu ifadə yanlış olacaq. Bunu seçmirik. Kökdən mühitə hidrogen ionlarının buraxılması müsbət yüklü ionların əmici tellər vasitəsilə sorulmasını asanlaşdırır. Buradan nə görə bilirik inşallah? Gördüyümüz kimi həqiqətən də hidrogen ionları buraxıldı. Kalsium ionları isə neynədir? Kalsium ionları isə əmici tellər tərəfindən soruldu. Hidrogen ionları torpaq hissəciklərinə yaxınlaşdıqca gördüyünüz kimi müsbət yüklü ion da hara gəldi? Deməli, əmici telə gəldi. Deməli, ikinci nə olacaq burada uşaqlar? İkinci doğru olacaq. Sonra baxaq nəyə? Nitrat kimi mənfi yüklü ionlar torpağın bərk hissəciklərinin səthinə yapışmış halda yox, məhlulda həll olmuş halda olur. Bu da doğru olacaq uşaqlar. Nəyə əsasən bunu deyə bilərsiniz? Gördüyünüz kimi burada hidrokarbonat anionu nə edib uşaqlar? Torpaq səthinə yaxınlaşmayıb, hardadır uşaqlar? Gördüyünüz kimi su mühitindədir. Deməli, o zaman nitrat anionunda necə olacaq uşaqlar? Nitrat anionunda burada belə deyək də bu şəkildə, yəni suda həll olmuş vəziyyətdə olacaq, məhlulda olmuş olacaq. Ona görə də buradan 3-ü də seçirik və deməli aşağıdan baxdıqda görərsiniz ki, siz bu cavab nəyə uyğun gəlir uşaqlar? Bu cavab A-ya uyğun gəlir. Dördüncü yanlış olacaq uşaqlar. Çünki həddən çox su varılma torpaqda müsbət yüklü ionların miqdarını azaldar, mənfi yüklü ionların miqdarını isə artırar ifadəsi nə olacaq uşaqlar? Yanlış olacaq. Çünki mənfi yüklü ionların artması üçün nə lazımdır? Hüceyrənin tənəffüs etməsi lazımdır. Yəni əmici tellərin tənəffüs etməsi lazımdır. Torpağı isə çox su vardıqda bilirsiniz ki, hüceyrələr arasındakı məsafələr dolur. Orada deməli oksigenə yer qalmır. Deməli tənəffüs prosesi neyini uşaqlar? Tənəffüs prosesi dayanır. Tənəffüs prosesi dayandığına görə nə baş verəcək? Karbon qazı əmələ gəlməyəcək. Karbon qazı əmələ gəlmədiyinə görə mənfi yüklü ionların miqdarı da nə etməyəcək? Artmayacaq. Bəli, yüklü deməli su varılma bu müsbət yüklü ionları belə deyək də cəlb eləyə bilər əmici tellərə uşaqlar. Daha doğrusu müsbət yüklü ionların miqdarını azaldar. Çünki əmici tellərə keçə bilər. Amma mənfi yüklü ionların artması üçün də tənəffüs prosesinin getməsi lazımdır. Ona görə də A yanlış olacaq. 10-cu sual bilirsiniz ki, ulduzlu gəlib uşaqlar, amma əslində maraqlı sualdır. Gəlin sizinlə biz yenə də bu sualı işləməyə çalışaq. Nə deyir uşaqlar? Deyir ki, balıqların üzəri pulcuqlarla örtülüdür. Gəlin bunu biraz da balacaladım sizin üçün. Üzəri pulcuqlarla örtülüdür və bu pulcuqların forması balığın həyat tərzi, yaşayış mühiti ilə əlaqədardır. Əlbəttə ki, burada balığın filogenetik yeri, yəni balığın təkamüldəki və təsnifatdakı yeri, yəni məsələn tutaq ki, o qığırdaqlı balıqdırmı, sümüklü balıqdırmı, hansı dəstəyə aiddir və s. bunlar hamısı önəmlidir. Aşağıda balıqlarda rast gələn müxtəlif pulcuq tipləri və onların xüsusiyyətləri verilmişdir və bizdən soruşur ki, aşağıdakı şəkildə bəzi balıqlar və onların pulcuq örtükləri verilmişdir. Uyğunlaşdırmalıyıq uşaqlar, cədvəldə hansı uyğundur? Baxırıq, sikloid pulcuqlar nazik, yastı səthli və elastikdir. Daha yüngül, elastik pulcuqlar bükülmə və dönmə qabiliyyətini artırır, çevik və yumşaq hərəkəti təmin edir. Burada uşaqlar nisbətən dairəvi gördüyünüz kimi quruluş nəyə aiddir? Yastı səthli, dairəvi, çıxıntıları və s. olmayan quruluş gördüyünüz kimi bu nədir uşaqlar? Buna aiddir. O zaman qızıl balıqda nə oldu? Qızıl balıqda sikloid pulcuqlar olacaq. Ktenoid pulcuqlar sikloidə bənzəyir, amma arxa kənarları dişlidir. Baxın inşallah bu dişləri siz burada nə edə bilərsiniz? Görə bilərsiniz. Ktenoid pulcuqlar dərinin elastikliyini pozmadan üzmə sürətini və çevikliyini artırır, eyni zamanda yüngül müdafiə təmin edir. Bu nə oldu inşallah? Bu ktenoid pulcuqlar oldu. Əslində bu ikisini təyin edəndən sonra digərlərini təyin etmək o qədər də çətin olmayacaq. Nədir inşallah? Deyir ki, plakoid pulcuqlar kiçik, dişə bənzər, sərt və arxa istiqamətdə yönümlüdür. Baxan kimi bilinir ki, uşaqlar, sərt və arxa istiqamətdə yönümlü olan və dişə bənzər də belə olan nədir uşaqlar? Bu plakoid, yəni bu akuladır, köpək balığıdır. Deməli, plakoid pulcuqlar suyu yarmağı asanlaşdırır və hidrodinamik müqaviməti azaldır. Bu da balıqların çox sürətli və çevik üzməsinə şərait yaradır. Üzərində bakteriya və parazitlərin yapışmasını çətinləşdirir. Bu isə ağzı açıq üzən, uzun məsafə qət edən yırtıcı üçün üstünlük qazandırır. Burada ağzı açıq üzən, uzun məsafə üzən deməli yırtıcı, qət edən yırtıcı nə olacaq? Köpək balığı olacaq. Ona görə bu nədir? Bu deməli plakoid pulcuq olacaq. Və qanoid pulcuqlar
qalın, sümük quruluşlu və çox bərkdir. Qalın olduğunu bu iki qatından görə bilərsiniz uşaqlar. Qalın olduğunu, baxın burada da görə bilərsiniz ki, çox qalındır uşaqlar gördüyünüz kimi. Yəni bunu həcmli olduğunu görə bilirsiniz uşaqlar. Baxın buradan belə həcmli gördüyünüz kimi və çox bərkdir. Sakit sularda yaşayan ovçu balıqlar çox hərəkətlidir. Qızıl balıqlar bilirsiniz ki, harda yaşayır uşaqlar? Dənizlərdə yaşayırlar adətən. Amma durna balıqlar çaylarda yaşayırlar. Sakit sularda yaşayan ovçu balıqlar çox hərəkətli deyillər. Lakin bədənlərini düşmənlərdən bu pulcuqlar vasitəsilə müdafiə edirlər. Bu pulcuqların ağırlığı sürət üçün əlverişli deyil, amma yaxşı müdafiə təmin edir. Və bu da nə olacaq uşaqlar? Təbii ki, durna balığı olacaq. Ona görə də qanoidlərdə bura yazacağıq. Deməli, burada buna uyğun cədvəldə təəssüf ki, doğru cavab yoxdur uşaqlar. Yəni, doğru cavab olmadığına görə də bunu təbii ki, sizə bu sualı doğru götürəcəklər. Növbəti sualımıza baxaq. Bu neçənci sual olacaq bizim üçün? Bu olacaq deməli 11-ci sual. Bu da maraqlı sualdır uşaqlar. Bu sualda işləmək üçün həm cədvələ baxmalısınız, həm də nəyə baxmalısınız, həm də gördüyünüz kimi sxemə baxmalısınız uşaqlar. Nə deyir? Deyir ki, yarpaq daxilində müxtəlif toxumalara aid hüceyrələrə rast gəlinir. Fərz edin ki, yarpaqdan 3 müxtəlif canlı hüceyrə götürülmüşdür. Bu hüceyrələri şərti olaraq X, Y və Z olaraq adlandıraq. Bu hüceyrələrdə yaz-yay aylarında gündüz vaxtı baş verən proseslərin sxematik təsviri verilmişdir. Gördüyünüz kimi uşaqlar, X-də nə daxil olur? X-ə saxaroza daxil olur. Bir də su daxil olur. Bu, belə deyək də, sxem yadınıza gəlirsə 8-ci sinifdə deməli bir sxem var idi. Flayema borularını, ksilema borularını əks etdirən bir sxem var idi yadınıza gəlirsə. Həmin sxemdə biz nə dedik? Deməli flayemaya nə daxil oldu? Flayemaya qida maddəsi daxil oldu və bir də deməli təbii ki, fotosintez zamanı əmələ gələn su daxil oldu uşaqlar. Yəni gördüyünüz kimi bu maddənin daşınmasını təmin edəcək. Yəni gəlin belə deyək, bunu daşınma yazaq bura, yadımızda saxlayaq. Həmçinin uşaqlar eyni zamanda X-ə baxırıq. Gördüyümüz kimi X-in üzərinə necə düşür uşaqlar? X üzərinə çox aşağı az miqdarda işıq düşür. Deməli bu hardadır uşaqlar? Bu daxildədir. Daxildə olan bir hüceyrədir. İkinciyə baxırıq. Gördüyümüz kimi karbon qazını alır, oksigeni verir, deməli fotosintez eləyir və üzərinə düşən işığın intensivliyi də bir qədər Z-dən aşağıdır uşaqlar. Deməli bu hardasa belə deyək də Z-in altında olan bir hüceyrədir. Z-in altında olan bir hüceyrədir, amma fotosintez eləyən bir hüceyrədir. Üçüncüyə baxırıq uşaqlar. Gördüyümüz kimi Z-də oksigeni alır, karbon qazını verir. Yəni fotosintez eləmir gördüyünüz kimi. Amma üzərinə nə düşür? Üzərinə çoxlu, belə deyək də, işıq düşür uşaqlar. Düşən işığın intensivliyi çox böyükdür. Deməli, bu Z Y-dən daha üstə yerləşən, yəni ən xaricdə yerləşən bir nə olacaq? Hüceyrə olacaq. Gəlin indi baxaq uşaqlar. Əvvəlcə gəlin sizinlə Z-i təyin etməyə çalışaq. Süngərvari parenxim bildiyiniz kimi hardadır? Daxildədir. Yəni o aşağı alt epidermisə daha yaxındır. Ona görə də bunu götürmüş uşaqlar. Epidermis hüceyrəsi olan variantlara baxa bilərik. Nə baş verir? Deməli, epidermis hüceyrəsinə fotosintez getmir, amma üzərinə çoxlu nə düşür? İşıq düşür. Ağızcığı götürmüş olar. Çünki ağızcıqda bildiyiniz kimi qapayıcı hüceyrələrdə xloroplastlar vardır və onlarda fotosintez prosesi gedəcək. Amma yenə də baxmaq olar uşaqlar. Deməli, sütunvari parenxim hüceyrəsi olmayacaq. Çünki sütunvari parenxim hüceyrəsində fotosintez baş verir uşaqlar və onun üzərinə Z-də olduğu qədər də belə deyək də Z-in altında ola bilər. Yəni ona görə biz sizinlə epidermisi götürəcəyik. Z-də olduğu qədər işıq düşmür gördüyünüz kimi. Epidermis olan variantlarla davam edir uşaqlar. Deməli, Y-ə baxaq o zaman. Deməli, sütunvari parenxim hüceyrəsi ola bilərmi? Ola bilər. Ağızcıq hüceyrəsi ola bilməz. Çünki artıq uşaqlar biz, daha doğrusu flayema hüceyrəsi ola bilməz. Çünki flayema hüceyrəsində fotosintez prosesi getmiş olur. Deməli, bu variantı biz sizinlə çıxdıq. Qaldı hansı variantımız? Qaldı deməli B variantı. Sütunvari parenxim hüceyrəsində həqiqətən də belə deyək də karbon qazı daxil olur və eyni zamanda oksigen xaric olur. Yəni fotosintez gedir. Onun üzərinə epidermisdən daha az işıq düşür uşaqlar. Təbii ki, epidermisin altında yerləşdiyinə görə və eyni zamanda deməli flayemaya baxır uşaqlar. Flayemada nə baş verir? Daşınma prosesi baş verir və onun üzərinə də işıq demək olar ki, düşməmək həddindədir uşaqlar və ona görə biz sizinlə burada B variantını bax bu formada seçə bilərik. Ümid edirəm ki, nə demək istədiyimiz sizə başa sala bildim. Keçək 12-ci suala. Bu lap asan sualdır uşaqlar. Çarpazı tozlanma ilə əlaqədar bəzi xüsusiyyətlər verilmişdir. Bu xüsusiyyətlərdən hansı və ya hansıları sırf küləklə tozlanmaya xasdır? İndi baxaq uşaqlar, deyir ki, dişicik və erkəkliklərin fərqli zamanlarda yetişməsi
Bu hər ikisinə aid olacaq uşaqlar. Çünki çarpaz tozlamada ümumiyyətlə istər həşəratlarla tozlanma olsun, istərsə də küləklə tozlanma olsun, erkəkçik və dişiciklər fərqli vaxtlarda, eyni çiçəkdəki erkəkçik və dişicik fərqli zamanlarda yetişir. Tozcuq dənəciklərinin səthlərinin girintili çıxıntılı olması bu nəyə uyğundur uşaqlar? Bu həşərata uyğundur ki, çünki neynəsin? Onun bədəninə yapışsın. Tozcuq dənəciklərinin yüngül və çox saylı olması bu nəyə aid uşaqlar? Bu təbii ki, küləklə tozlanmaya aiddir. Çiçək yanlığının yaxşı inkişaf etməsi həşəratlara əl verər uşaqlar. Küləyə isə əl verməz. Çünki əksinə küləklə tozlananlarda lazımdır ki, çiçək yanlığı yaxşı inkişaf etməsin ki, külək o deməli tozcuğu oradan götürərkən tozcuqlar çiçək yanlığının arasında ilişib qalmasın. Həm də aparıb salarkən də yenə də çiçək yanlığı mane olaraq onu dişiciyinə ağzına salmaq. Ona görə də deməli bu uyğun deyil. Nektarlıqlar təbii ki, nəyə lazım olacaq uşaqlar? Nektarlıqlar həşərata lazım olacaq. Külək nə edir nektarı? Dişicik ağacığının tozluqdan hündürdə yerləşməsi, bu da nəyə lazımdır? Həşəratlarla tozlananlara lazımdır. Çünki həşəratlar orada eşələnsinlər, belə deyək də, tozcuq düşə bilməsin, tozcuqlar aşağıda yerləşsin. Çünki bəzi həşəratlar bilirsiniz ki, tozcuq yeməyə gəlirlər. Məsələn, arılar tozcuq yeməyə gəlirlər və onlar daha dərinə ensinlər deyə bu ona lazımdır. Erkəkçi sapının uzanaraq tozluğu çiçəkdən kənara çıxarması, bu isə təbii ki, küləklə tozlanmaya aid olacaq uşaqlar. Ona görə də biz sizinlə burada, çünki erkəkçi sapı uzun olmalıdır ki, o küləkdən daha yaxşı yerlənsin və tozluğu ətrafa səpələyə bilsin. Ona görə də hansını götürdük? Deməli, üçüncünü, bir də yeddinci, yəni B variantını götürdük. 13-cü sualı çıxdaş üsulu ilə həll edə bilərsiniz uşaqlar. Yəni ola bilsin ki, burada bəzi belə deyək də dişicik formalarına aid ya da ki, bəzi bitkilərin çiçəkləri, məsələn, pomidorun və portağalın çiçəkləri haqqında sizin məlumatınız yoxdur. Heç əslində dərslinizdə lobya çiçəyi haqqında məlumatınız yoxdur uşaqlar. Amma biz sizinlə burada çıxdaş üsulu ilə bu sualın cavabını tapa bilərik. Deməli, nə deyir uşaqlar? Deyir ki, çiçəyin quruluşuna baxdığımız zaman dişicikdən daha geniş məna kəsb edən terminə rast gəlinir. Bu termin gineseydir. Ginesey, yəni gineseum sözündən götürülüb, çiçəyin dişi çoxalma orqanlarının cəmidir. Gineseydə bəzən bir dişicikdən, bəzən birləşməmiş bir neçə dişicikdən, baxın gördüyünüz kimi bir dişicik, gördüyünüz kimi bu bir neçə birləşməmiş dişicik, yəni bunlar hər ikisi sadə gineseylər sayılır uşaqlar gördüyünüz kimi. Bəzən isə birləşmiş bir neçə dişicikdən ibarət olan gineseylər ola bilir. Bu cür ginesey tiplərinin sxemi aşağıdakı şəkildə göstərilmişdir. İndi bizdən soruşur ki, uşaqlar, nə soruşur? Deyir ki, bitki meyvəsinin quruluşuna görə bitkidə gineseyin formasını müəyyən etmək olar. Aşağıda bir neçə bitki adları verilmişdir. Bitki meyvəsinin quruluşuna əsasən, belə deyək də, uşaqlar, bir də burada nəyə görürsünüz uşaqlar? Bax, burada gördüyünüz kimi yumurtalığın yarısı haradadır? Yumurtalığın yarısı gördüyünüz kimi hara düşüb uşaqlar? Yumurtalığın yarısı düşüb, deməli, çiçək yatağının içərisinə. Burada gördüyünüz kimi tam sərbəst şəkildə dişicik uşaqlar. Burada bir neçə dişicik birlikdə birləşib uşaqlar. Yəni burada da bir neçə dişiciyin birləşməsi vardır, amma gördüyünüz kimi hardadır? Gördüyünüz kimi yarısı çiçək yatağının içərisindədir. Yalançı meyvələrin əmələ gəlməsində bax bu deməli cür çiçək yatağından istifadə oluna bilər. İndi baxaq uşaqlar, nə deyir bizə? Deyir ki, meyvələrin, bitki meyvəsinin quruluşuna görə bitkidə gineseyin formasını müəyyən etmək olar. Aşağıda bir neçə bitki adları verilmişdir. Bu bitkilərdən meyvə quruluşlarını yadınıza salın. Çiyələrin meyvə quruluşu necə idi uşaqlar? Çiyələkdə yadınızdadırsa, belə deyək də, onda yalançı bir meyvəsi var idi onun. Yalançı meyvəsi nədən əmələ gəlmişdi? Çiçək yatağından əmələ gəlmişdi və onun bir çiçəkdə olan çoxlu sərbəst dişiciklərdən ibarət olan, deməli, bizdən sadə gineseyi soruşur. Sadə olan, yəni sərbəst yerləşən, deməli, dişiciklərdən ibarət bir gineseyi var idi yadınızdadırsa. Yəni bir çiçəkdə dişiciklərin sayı çox idi, amma bu dişiciklər bir-birinə neynəməmişdi? Bir-birilə birləşməmişdilər uşaqlar. Bir-birilə birləşmədiklərinə görə də bu hansına uyğun gələcək? Bu təbii ki, bax bu bir neçə birləşməmiş dişicik sadə gineseyə uyğun gələcək. Deməli,
burada çiyələyi götürəcək inşallah. Ona görə birinci olan variantlara baxaq. Deməli, burada bir də nəyi tapa bilərsiniz inşallah? Sizin dərsinizdə olan çiçəklərdən yadınızdadırsa, almanı yadınızdadırsa biz qeyd eləmişdik çiçəyini. Almada nə cür idi uşaqlar? Almada dişicik gəlirdi, sütuncuq belə qalxırdı və bir neçə dənə nə var idi uşaqlar? Bir neçə dənə bax belə ağızcıq var idi yadınızdadırsa. Və bu da hansına uyğun gəlir uşaqlar? Bu da gördüyünüz kimi, deməli, baxın məsələn, mürəkkəbə uyğun gəlir. Yəni sadə ginesiyə yox, mürəkkəb ginesiyə uyğun gəlir. O zaman harda belə deyək də 5-ci variantlar varsa uşaqlar, biz o variantları nə etdik? Biz o variantları sizinlə çıxdıq. Deməli, bunu da çıxdıq. Qaldı C və Y variantları. İndi Y-yə baxaq. Daha doğrusu burada baxaq inşallah. Birincinin, yəni çiyələyin sadə quruluşlu bir dişiciyə, ginesiyə malik olduğunu biz sizinlə bilirik inşallah. Ona görə də biz sizinlə artıq 3-cü və 4-cü seçmirik. Çünki burada çiyələk yoxdur. Biz də sizinlə bilirik ki, çiyələk də sadə ginesiyadır. Ona görə də çıxdaş üsulu ilə bax bu sualın cavabını bu şəkildə tapa bilərdiniz. Əks halda siz bitkilərə oturmalısınız, dişiciklərinə baxmalısınız, onları öyrənməlisiniz inşallah. Ya da ki bu şəkildə belə deyək də daha sadə üsulla tapa bilərsiniz. Torpaqdan alınan bəzi elementlər bitki orqanizminin həyat fəaliyyətini davam etdirmək üçün əhəmiyyətlidir. Bu elementlərdən ən vacib olanları azot və fosfor elementləridir ki, onların torpaqda varlığı vacibdir. Bu elementlər üzvü maddələrin tərkibinə daxil olaraq böyümə, tənzimləmə və inkişaf kimi əhəmiyyətli proseslərin həyata keçirilməsində iştirak edirlər. Niyə azotla fosfor elementləri daha vacibdir uşaqlar? Azotdur, fosfordur, bir də kalium bilirsiniz ki, əsas verilən gübrələrdir uşaqlar. Azot bitkinin yarpaqlarının, gövdəsinin, zoğlarının inkişafını təmin edir. Fosfor isə onun çiçəyinin, meyvəsinin, toxumunun inkişafını təmin edir uşaqlar. Kalium isə onun yeraltı orqanları, məsələn, soğanaqların, yumruların və s. inkişafını təmin edir. Biz də sizinlə bilirik ki, əksər bitkilərdə soğanaqdır, yumrudur və s. bunlar yoxdur. Yəni yeraltı orqanların kalium ehtiyat qida maddələri toplayan o qədər çox deyil inşallah. Amma bütün bitkilərin zoğları və çiçək meyvələri nə etməlidir? İnkişaf etməlidir. Ona görə də azot və fosfor daha vacib elementlər hesab oluna bilər. Və nə deyir inşallah? Deyir ki, bu elementlər üzvü maddələrin tərkibinə daxil olaraq böyümə, tənzimləmə və inkişaf kimi əhəmiyyətli proseslərin həyata keçirilməsində iştirak edirlər. Alimlər bu elementlərdən hansının daha əhəmiyyətli olmasını araşdırmaq üçün böyümə mövsümü boyunca 4 eksperimental qrupu araşdırmışlar. Birinci eksperimental qrupda gördüyünüz kimi inşallah kontrol qrupudur. Birinci qrupda bitkinin böyüdüyü torpaq mühitinə heç bir gübrə verilməmişdir. İkinci qrupda bitkinin böyüdüyü torpaq mühitinə yalnız N gübrələri, üçüncü qrupda P gübrələri əlavə olunmuşdur. Dördüncü qrupda isə gördüyünüz kimi torpaq mühitinə həm N, həm də P gübrələri əlavə olunmuşdur. Burada ən rahat hansını tapmaqdır uşaqlar? Ən rahat təbii ki NP-ni tapmaqdır. Və bir də demək kontrol tapmaqdır. Kontrol odur ki, uşaqlar heç bir gübrə verilmədiyinə görə bir qədər sonra minerallar tükənəcək və təbii ki, qrafikaya doğru gedəcək, qrafik aşağıya doğru əyiləcək. Deməli, dördüncü nə oldu uşaqlar? Dördüncü birinci qrupa uyğun gəldi. İndi baxırıq, yəni heç bir belə deyək də gübrənin verilmədiyi qrupa gəldi. Hər ikisi verildikdə təbii ki, inkişaf daha yaxşı eləyəcək, inkişaf daha yaxşı gedəcəkdir. Ona görə birinci nəyə uyğun gəldi uşaqlar? Birinci N üstəgəl P-yə uyğun gəldi. Gəlin bundan sonra baxın buna uyğun da cədvəlimizdən cavabı tapmağa başlayaq. Torpaq üzərindəki canlı biyokütləsinin, yəni Y oxu müxtəlif qida mühitlərində zamana görə dəyişməsi. X oxudakı zaman göstərir uşaqlar. X oxunda A iyul, yəqin ki bu əvvəlcə iyun olacaq uşaqlar, burada mexaniki səhv gedib. İyul isə deməli bu olar uşaqlar. İyul və avqust ayını göstərir. Əyrinin son nöqtəsi mövsümün bitdiyini, yəni böyümənin dayandığını göstərir. Qrafikdəki əyrilərin eksperimental qruplara görə uyğunlaşdırıldığı ən düzgün bəndi seçək. Baxır uşaqlar, biz də dördüncü nəyə aid elədik? Dördüncünü kontrol qrupuna aid elədik. Baxırıq bir A və B, C variantlarına. Birincini isə nəyə aid elədik inşallah? Birincini isə N üstəgəl P-yə aid elədik. Deməli, o zaman C variantını burada nə edirik? Doğru variant kimi qeyd edirik. Çünki yerdə qalanlar isə gördüyünüz kimi üçüncü nə alacaq inşallah? Üçüncü yalnız P-yə uyğun gəldi. Dördüncü isə, ikinci isə yalnız nəyə uyğun gəldi? Azota uyğun gəldi. Yenə deyirəm, bunu niyə belə götürə bilərsiniz inşallah? Yəni, birdən o birlərə görə təyin edə bilmədik də, ən azından bunun üzərində düşünək ki, niyə P üçüncü, N isə ikinci inşallah. Yəni N daha çox təsir edir. Çünki inşallah bayaq da qeyd etdiyim kimi
N vegetativ orqanların, yəni zoğun yarpaqlarının inkişafına təsir göstərir. P isə generativ orqanların, yəni çiçək, meyvə və toxumun inkişafına təsir göstərir. Çiçək və meyvələrin daha doğrusu inkişafına təsir göstərir. Ona görə də N təbii ki, bitki üçün daha necədir? Daha vacibdir. Onun qidalanması və s. hamısı deməli gövdə və zoğlarda nasıldır uşaqlar? Yarpaqlarda nasıldır? Ona görə də N daha vacib olacaq təbii ki. Amma N ilə P-ni birlikdə verir təbii ki, nəticə daha yaxşı, daha yüksək olacaqdır. Ona görə də burada bu variantı seçdiniz. Keçirik 15-ci suala. Deyir ki, canlılarda bir sıra uyğunlaşmalar və ya xüsusiyyətlər var ki, bu uyğunlaşmalar və ya xüsusiyyətlər yeni nəsil və valideyn nəsil arasındakı rəqabəti azaltmağa xidmət edir. Aşağıdakı variantlarda bəzi nümunələr verilmişdir. Hansı nümunə rəqabəti azaltmağa xidmət etmir? Bax, görürsünüz uşaqlar, sizin üçün altından xətt belə çəkiblər ki, yəni etmirə baxın. Bitkilərdə toxumların xüsusi uyğunlaşmalar vasitəsilə ana bitkidən uzağa daşıması bu nə edəcək uşaqlar? Təbii ki, xidmət eləyəcək. Nə qədər uzağa düşürsə ana bitkidən, ana ilə rəqabəti bir o qədər azalır uşaqlar. Çömçə quyruğun inkişafının qurbağadan fərqli olaraq suda baş verməsi yetkin fərdlə eyni müddətdə olmadığına görə aralarındakı rəqabət nə edəcək? Azalacaq. Bitkilərdə vegetativ çoxalma nəticəsində yeni bitkilərin ana bitkinin yaxınlığında əmələ gəlməsi, baxın bu yaxınlığında söz uşaqlar neynədir? Rəqabəti artırdı. Həmdə ki, uşaqlar vegetativ çoxalma nəticəsində əmələ gələn yeni fərd eynən ananın xüsusiyyətini daşıyır, yəni valideynin xüsusiyyətini daşıyır, həm də onun yaxınlığına düşür. Eyni mühit şəraitində, eyni ərazidə, eyni xüsusiyyətlərə malik olan iki bitki arasında təbii ki, rəqabət nə edəcək uşaqlar? Rəqabət artacaq, azalmayacaq. Ona görə C variantını burada seçirsiniz. Köçəri quşlarda balaların valideynləri qida topladığı ərazilərdən uzaqda böyüməsi, bu da təbii ki, rəqabəti azaldacaq. Kəpənəyin tırtıllarının yarpaqlarla qidalanması, bu da azalacaq. Niyə uşaqlar? Çünki kəpənəyin özü nektarla qidalanır. Tırtıllar isə yarpaqla qidalanır. Yəni onların qida obyektləri eyni olmadığına görə, qida mənbələri eyni olmadığına görə rəqabət də azalmış olacaq. Bu qrafik sizin dərsliyinizdə var uşaqlar. Bu qrafiki siz yəqin ki, dərsdə araşdırmısınız, öyrənmisiniz və indi həmin qrafikdən sizə belə bir sual düşüb. Aşağıdakı qrafikdə bir insanın qan damar sistemində damarlar boyunca baş verən dəyişikliklər verilmişdir. Qanın hərəkət sürəti uşaqlar, biz sizinlə burada nə edirik? Təyin edirik. Bu nədir uşaqlar? Bu qanın hərəkət sürəti təbii ki, arteriyalarda daha yüksək olacaq, kapillərlarda aşağı olacaq uşaqlar, venalarda kapillərlara nisbətən necədir? Kapillərlara nisbətən yüksəkdir. Üzrə bu vena olacaq. Bunu silim. Bu deməli vena olacaq uşaqlar. Həmçinin qan təzyiqi də belədir uşaqlar. Arteriyalarda çox yüksək təzyiq, kapillərlarda bu təzyiq nə etməlidir? Kapillərlarda bu təzyiq aşağı düşməlidir. Amma deməli venalarda daha aşağı düşməlidir ki, kapillərdəki aşağı təzyiqli qan daha aşağı olan deməli venaya keçə bilsin. Deməli damar mənfəzinin artmasına görə damar mənfəzi gördüyünüz kimi kapillərlarda daha necədir? Daha çoxdur. Çünki kapillərlər ümumilikdə belə uşaqlar sayı daha çoxdur. Sayıları daha çox. Bir var ki, bir dənə böyük arteriya gəlsin. Bir də var həmin o arteriya çoxlu, saysız hesabsız kapillərlara şaxələnir və bu zaman təbii ki, onun mənfəzi daha necə olacaq? Mənfəzi daha böyük olacaq. İndi bizdən nə soruşurlar? Deyir ki, bu qrafiki yaxşıca incələyin, yəni araşdırın və verilmiş fikirlərdən hansının yanlış olduğunu müəyyən edin. Qanın təzyiqi ürəyə olan uzaqlıqdan, qanın hərəkət sürəti isə mənfəz ölçüsündən asılı olaraq dəyişir. Gəlin baxaq uşaqlar. Gördüyünüz kimi nə baş verdi? Qanın hərəkət sürəti deməli bizdən nəyi soruşur burada? Bizdən deməli 16-cı sualda nəyi soruşur? Yanlış olanı soruşur uşaqlar. Deməli qanın təzyiqi ürəyə olan uzaqlıqdan, qanın hərəkət sürəti isə mənfəz ölçüsündən asılı olaraq dəyişir. İfadəsi nə olacaq uşaqlar? Təbii ki, doğru olacaq. Gördüyünüz kimi qanın hərəkət sürəti getdikcə neynədir uşaqlar? Qanın təzyiqi getdikcə neynədir? Getdikcə ürəkdən uzaqlaşdıqca azaldı. Qanın deməli həmçinin sürəti isə mənfəz ölçüsündən asılı olaraq neynədir? Dəyişdi. Deməli baxın, burada mənfəz ölçüsü burada artdı. Burada neynədir? Burada azaldı və indi qanın sürətinə gəlin baxaq uşaqlar. Burada necədir? Artıq mənfəz ölçüsü çox olduqca qanın sürəti azalır. Mənfəz ölçüsü az olduqca qanın sürəti neynədir? Artdı. Arteriyaların mənfəz ölçüsü kapillərlərə nisbətən deməli çoxdur. Venalarında belə deyək də mənfəz ölçüsü belə deyək də arteriyalara nisbətən belə deyək, daha çox olduğuna görə kapillərlərdə daha aşağıdır. Mənfəz ölçüsü böyük olduqca uşaqlar, yəni belə deyək də kapillər hərəkət sürəti aşağı düşür. Ona görə də venada ona nisbətən
gördüyünüz kimi daha yüksək, arteriyada isə hərəkət sürəti daha yüksəkdir. Ona görə də A variantı burada doğru olacaq. B variantına gəlin baxaq inşallah. B variantında nə deyir? Deyir ki, bu məlumatlar ürək ritmlərində problem olan insana aiddir. Çünki ürəyə yaxın arteriyalarda təzyiq ritmik olaraq dəyişir. Biz isə sizinlə nə dedik inşallah? Bizə sizinlə dedik ki, ürəkdən uzaqlaşdıqca təzyiq neyini? Təzyiq yavaş-yavaş azalır. Ona görə də uşaqlar, biz sizinlə əvvəl gördüyünüz kimi burada ürəyə yaxın arteriyalarda eyni ritmlə davam edir. Daha sonra ürəkdən uzaqlaşdıqca ritm neyini? Azalır. Deməli, bu variant nə olacaq? Bu variant yanlış olacaq. Ona görə də B variantını burada sizinlə seçirik. Damarların ümumi mənfəzi artdıqca həm qan təzyiqi, həm də qanın hərəkət sürəti azalır. Baxın inşallah. Demək, gördüyünüz kimi ümumi mənfəz artdı, qan təzyiqi neynədir? Azaldı. Ümumi mənfəz artdı, qan təzyiqi neynədir? Hərəkət sürəti azaldı. Demək, bu doğru olacaq. Kapillər mənfəzin başlanğıcındakı təzyiq, kapillər mənfəzin sonundakı təzyiqdən böyükdür ki, bu da toxuma ilə mübadilədə əhəmiyyətli rol oynayır. Təbii ki, uşaqlar, başlanğıcdakı təzyiq daha necədir? Baxın, başlanğıcdakı təzyiq buradadır. Bunu silək. Başlanğıcdakı təzyiq gördüyünüz kimi bu nöqtədə uşaqlar, sondakı təzyiq bu nöqtədədir. Bu da bayaqdan dedik, axı mayelər təzyiq fərqinə əsasən hərəkət edirlər. Təzyiq çox olan yerdən təzyiqi aşağı olan yerə doğru hərəkət edəcəklər. Ona görə də bu da doğru olacaq. Şəkil böyük qan dövranına aid olsa da təzyiq, mənfəz və qanın hərəkət sürətinin dəyişməsinin bu xüsusiyyətlərini kiçik qan dövranında tətbiq etmiyorlar. Təbii ki, bu da eyni olacaq inşallah. Ona görə də bu variantda doğru götürə bilərik. 17-ci sualda nə deyir inşallah? Deyir ki, qida şəbəkəsi verilmişdir və bu şəbəkədə canlılar nömrələnmişdir. Hansı canlının yox olması ilkin olaraq bəzi produsentlərin artmasına, bəzilərinin isə azalmasına səbəb olacaqdır. Burada inşallah söhbət produsentlərin artmasından gedirsə və bəzilərinin də azalmasından söhbət gedirsə inşallah, burada deməli biz 3-ü qoyuruq bir kənara, çünki 3 özü burada nədir? Produsentdir. 8-ə baxaq inşallah. 8-də gördüyümüz kimi 8 yox olsa nə baş verəcək? 4, 5 və 6-nın sayı artacaq. 4, 5 və 6-nın sayının artması 1 və 2-nin azalmasına səbəb olacaq. 8-in yox olması 11-in sayını azaldacaq. 11-in sayının azalması 9 və 10-un sayını artıracaq. 9 və 10-un sayı artarsa 7-nin sayı azalacaq. 7-nin sayı artarsa 3-ün sayı nə edəcək uşaqlar? 9 və 10 deməli artması 7-nin sayı azalarsa deməli 3-ün sayı artacaq və o zaman deməli gördüyümüz kimi bəziləri artdı, bəziləri isə nədir? Azaldı. 8 cavabını buradan seçə bilərik. 9-a istəyirsiniz gəlin baxın, bir dənə 9-da yoxlayaq, sonra deməli qalanlarını özünüz yoxlayarsınız. 9-un azalması, 9-un yox olması, belə deyək də ilkin növbədə 11-i nə edəcək? 11-i azaldacaq. Sistem azaldacaq. 11-in azalması 10-un artmasına səbəb olacaq. 10-un artması 7-nin azalmasına səbəb olacaq. 7-nin azalması isə 3-ün eniyər artırar. İndi baxaq uşaqlar. 9-un azalması, 9-un yox olması 11-in enədir, 11-i azaltdı. 11-in azalması 8-in enəyəcək, 8-i artıracaq. 8-in artması 4, 5 və 6-nı azaldacağına görə 1 və 2-nin eləmiş olacaq, artmış olacaq. Burada gördüyünüz kimi 4, 5 və 6 azaldı, 1 və 2 isə nədir? Artdı gördüyünüz kimi və burada hər ikisi artma istiqamətinə getdi. Yəni bu şəkildə deməli hər birini yoxlayaraq tapa bilərsiniz. 8 burada doğru cavab olacaq. 18-ci suala gəlin baxaq uşaqlar. Deyir ki, aşağıdakı şəkildə təbii ekoloji piramida verilmişdir. Bu piramida ilə əlaqədar yürüdülən hansı mülahizə və ya da ki mülahizələr yanlışdır? Birinci uşaqlar baxaq, deyir ki, bu piramida quru ekosisteminə aiddirsə, say piramidasına uyğun ola bilər. Ola bilərmi? Ola bilər uşaqlar. Yadınızdaca biz sizinlə qeyd eləmişdik. Məsələn, demişdik ki, belə deyək də, ağac bitkilərində üzərində yaşayan çoxlu xırda nələr vardır? Böcəklər var, həşəratlar var və s. Həmin bu böcəklər, həşəratların sayı ağacın sayından çox olacaq, amma biokütləsi necə olacaq uşaqlar? Az olacaq. Deməli, birincini burada doğru götürə bilərik. Bu cür biokütlə piramidası davamlı ola bilməz ifadəsini yanlış hesab edirik uşaqlar. Niyə yanlış hesab edirik? Çünki bildiyimiz kimi su mühitində bir fitoplanktondan ibarət olan bir, yəni burada siz fitoplankton yaza bilərsiniz uşaqlar. Fitoplanktondan ibarət olan bir aşağısı, birincisi mərtəbəsi deyək, birinci pilləsi. Fitoplanktonlardan ibarət olan bir piramida var idi ki, bu biokütlə piramidasıdır. Biz orada nə qeyd etmişdik? Demişdik ki, fitoplanktonlar biokütlə olaraq az olsa da, amma intensiv çoxalma
qabiliyyətinə malik olduqlarına görə onlar bu şəkildə deməli piramidanın əmələ gəlməsində iştirak edə bilərlər. Ona görə də deməli bu cür biokütlə piramidası davamlı ola bilməz ifadəsi yanlış olacaq. Üçüncüyə baxırıq. Burada birinci fitoplankton ola bilər və onlar yüksək çoxalma intensivliyə malikdir. İncə qeyd edilmişlər. Deməli bu variant doğrudur, bunu seçmirik. Bu su ekosisteminə aiddirsə biokütlə piramidasına uyğundur. Elə fitoplankton olan həmin o deməli piramida nəyə aiddir uşaqlar? Biokütlə piramidasına uyğun olduğuna görə bunu da seçmirik. Cavab oldu yalnız B. Deməli, baxaq indi sizinlə 19-cu suala. 19-cu sualda nə deyir uşaqlar? Deyir ki, ürək siklinin mərhələləri zamanı mədəcikdə, qulaqcıqda və arteriyada baş verən dəyişikliklər aşağıda cədvəl şəklində verilmişdir. Burada qapaqların vəziyyəti də verilmişdir. Sxem cədvəldəki şaquli oxlar isə qanın hərəkət axın istiqamətini ifadə edir. Biz deməli sizinlə inşallah bu sxem cədvəldə bəzi proses və vəziyyətlər rəqəmlərlə verilmişdir. Hansı bənddə rəqəmlər bu proses və ya vəziyyətə uyğundur, bunu tapmalıyıq. Əvvəlcə sistolalara gəlin baxaq uşaqlar. Təbii ki, sistola harda olacaq uşaqlar? Sistola qulaqcıqların yığılma anında olacaq. Baxın, gördüyünüz kimi, baxın, burada bir də qulaqcıqda gördüyünüz kimi qan nə edir? Qan mədəciyə doğru axır. Deməli, bir hansı andır uşaqlar? Bir sistola andır. Sonra bir də harda olacaq uşaqlar? Mədəciklərin yığılmağa başladığı an. Bu nə olacaq? Sistola olacaq uşaqlar. Bu da 8. 1, 8, sistola oldu. Diastola vəziyyətinə baxırıq. Çətin deyil uşaqlar. Gördüyünüz kimi qulaqcıq 2 və 3-də diastola eləyəcək. Mədəcik isə 7-də və 9-da diastola eləyəcək. Deməli nə oldu? 2, 3, 7, 9 bu oldu. Diastola. Taylı qapaqlara baxırıq. Daha doğrusu qapaqlara baxırıq uşaqlar. Taylı qapaqlar nə zaman açıq olacaqlar? Taylı qapaqlar gördüyünüz kimi 4-də açıq olacaqlar. Çünki qan qulaqcıqdan mədəciyə keçir uşaqlar. Deməli 4-də taylı qapaqlar nədir? Açıqdır. Açığa baxırıq inşallah. 4-də taylı qapaqlar açıqdır. 11-də isə hansı qapaqlar açıqdır uşaqlar? O zaman açıq olacaq uşaqlar. Çünki ümumi boşalma zamanı bilirsiniz ki, qan hara ötürülür? Qan arteriya ötürülür, aypara qapaqlar bağlanır. Aypara qapaq bağlanarkən taylı qapaq təbii ki, necə açılacaq. Ona görə də altını da götürür inşallah burada. Altını götürür. Bir də aypara qapaqların açıq olduğu vəziyyət isə nə olacaq? 11 olacaq. Çünki burada da qan mədəcikdən hara keçir? Arteriyaya keçir. İndi baxaq, qapalı vəziyyətlərə baxaq uşaqlar. Taylı qapaq 4-də 6-da açıqdırsa, deməli 5-də necədir uşaqlar? 5-də təbii ki, qapalıdır. Aypara qapaq isə deməli taylı qapaqlar açıq olarkən, yəni 10-da təbii ki, açıq olacaq, qapalı olacaq uşaqlar. Həmçinin taylı aypara qapaqlar 12-də də necə olacaq? 12-də də qapalı olacaq. Çünki artıq qanı hara ötürüb? Qanı arteriya ötürüb və bu zaman qapanır. Deməli 5, 10, 12. Bu isə nə oldu uşaqlar? Deməli qapalıya uyğun gəldi. İndi aşağıdan variantlara baxaq. Üzr istəyirəm. Aşağıdan deməli variantlara baxsaq nə görək uşaqlar? Deməli 1, 8 olan bir dənə variant var. Baxaq 2, 3, 7, 9 diastolaya uyğun gəlir. 4, 6, 11-də uyğun gəlir. 5, 10, 12-də uyğun gəldi. C variantımızı seçdik. Və 20-ci suala gəlin baxaq uşaqlar. Deyir ki, 19-cu sualdakı sxem cədvəldə verilən sxem əsasında hansı iki nöqtədə təzyiq ən yüksək dəyərə malikdir? Və burada baxırıq uşaqlar cədvəlimizə. Təbii ki, bu birincisi nə olacaq? Mədəciklərin sistolası olacaq. Yəni 8 olacaq uşaqlar. Və ikincisi də nə olacaq? İkincisi də ki, mədəciklər arteriyaya qovdular, aortaya qovdular və orada yəni 14-də ən yüksək təzyiqi siz burada müşahidə eləyə bilərsiniz. Və beləliklə də cavabımız olacaq B variantı 8, 14. Bu 8-ci siniflərin Respublika Fənn Olimpiadasında rayon suallarının izahı idi uşaqlar. 2026-cı, 25-26-cı tədris ilində və ümid edirəm ki, bu izahlar sizə faydalı olar. Bəzi sizə qaranlıq məqamlar varsa aydınlıq gətirmiş olar. Hər birinizə uğurlar arzulayıram. Hər birinizi növbəti turda görmək ümidi ilə. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənə qədər.